Sürtünməsiz üfüqi səthdə K və L cisimləri şəkildəki kimi qüvvələrin təsiri altında hərəkət edir. Cisimlərin x ox istiqamətində hərəkət etdiyini nəzərə alaraq doğru ifadələri müəyyən edin. İlk növbədə K cisminə təsir edən qüvvələrin əvəzləyicisini tapaq. Yazırıq, F əvəzləyici bərabərdir. Qüvvələr əks istiqamətdə yönəldiyinə görə bir-birindən çıxırıq. Alırıq 5 Newton. Bəs istiqaməti necə təyin edirik? Böyük qüvvə hansı istiqamətdə yönəlibsə, yəni 10 Newton, əvəzləyici qüvvə də həmin istiqamətdə yönələcəkdir. Cisim x ox istiqamətində hərəkət edir, lakin ona təsir edən əvəzləyici qüvvə x oxunun əks istiqamətində təsir edir. Əgər əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlibsə, bu zaman həmin cismin sürəti azalar, yəni K cisminin sürətini azaldar. L cisminə təsir edən əvəzləyici qüvvəni tapaq. 5 Newton əks istiqamətdə yönəlib çıxırıq, əvəzləyici olur 0. Əgər əvəzləyici qüvvə 0-dırsa, bu zaman cisim sabit sürətlə hərəkət edər. İkinci də doğrudur. L cismi tarazlaşan, K cismi isə tarazlaşmayan qüvvələrin təsiri altındadır. Bəli, L cisminə təsir edən əvəzləyici qüvvə 0-dır. Qüvvələr burada tarazlaşmışdır. Lakin K cisminə təsir edən əvəzləyici qüvvə 5 Newtondur və x oxunun əksinədir. Burada qüvvələr tarazlaşmayıb. Ona görə 3 cavabı da doğru olacaq. Cavab C variantı. Dinamometrdən x və y cisimləri şəkildəki kimi asılır. Dinamometrin göstəricisine əsasən tamamilə doğru olan ifadələri seçin. Tamamilə doğru olmalıdır ifadələr. Birinci cismə təsir edən ağırlıq qüvvəsini çəkək. Mx yazıram buna. İkinci cismə təsir edən ağırlıq qüvvəsinə də My yazaq. Birinci cismə təsir edən ağırlıq qüvvəsi 15 Newtonu göstərir. İkinci cismə təsir edən ağırlıq qüvvəsi isə 20 Newtonu göstərir. Biz də uşaqlar mc düsturundan bilirik ki, G-ni yerinə 10 qoyanda, Mx-i tapanda Mx bərabər olur F bölünsün G-yə. 15-i 10-a böləndə eləyir 1,5. Burada My-i tapaq. Yenə də F bölünsün G-dən. 20-ni 10-a böləndə alırıq 2 kiloqram. X-in kütləsi 1,5 kiloqram, Y-in kütləsi 2 kiloqram. X-in kütləsi Y-in kütləsindən kiçikdir. Bəli, bu ifadə tamamilə doğrudur. Bu dinamometrlə X və Y cisimlərinin birlikdə ağırlığı ölçülə bilməz. Birinci cismin ağırlığı 15 Newtondur. İkinci cismə təsir edən ağırlıq qüvvəsi 20 Newtondur. İkisi bir yerdə edir 35 Newton. Amma bizim dinamometrimiz maksimum 25 Newtonu ölçə bilir. Ona görə ikisini bir yerdə ölçə bilməz. İki də doğrudur. Y-in sıxlığı X-dan kiçikdir. Sıxlığın düsturu ρ bərabərdir M bölünsün V-dir. Bizə hər ikisinin M-i məlumdur. Amma biz nə X cisminin, nə də Y cisminin həcmi haqqında heç bir məlumatımız yoxdur. Burada sıxlıqları müəyyən etmək üçün mütləq şəkildə həcmləri bilməliyik. Ona görə iç ifadəsi doğru olmayacaq. A variantı. Üçüncü sual. X və Y cisimləri şəkildəki kimi sürtünməsiz səthdə qüvvələrin təsiri altında hərəkət edirlər. X cisminə təsir edən əvəzləyici qüvvə 10 Newtondur. Y cisminə təsir edən əvəzləyici qüvvə 70 Newtondur. F2 də F1-dən böyükdür. Biz əvəzləyici qüvvəni tapanda böyük qüvvədən kiçik qüvvəni çıxırıq və böyük qüvvənin istiqamətini götürürük. İndi X cisminə təsir edən əvəzləyici qüvvəni tapaq. F2 çıxılsın F1. Bunu bizə verib 10 Newton. Y cisminə təsir edən əvəzləyici qüvvəni tapaq. 5F2 çıxılsın F1 bərabərdir 70 Newton. Artıq bizim 2 dənə tənliyimiz oldu. Bu tənlikləri tərəf-tərəfə çıxa bilərik. Aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxırıq. 5F2-dən F2 çıxanda qalır 4F2. F1-dən F1 çıxanda gedir, islah olur. 70-dən də 10 çıxanda
60. Buradan tapırıq ki, F2 bərabərdir 15 Newton. Gətirib burada yerinə qoysaq, baxın burada. 15 çıxılsın F1 bərabərdir 10 Newton. Buradan alırıq ki, F1 bərabərdir 5 Newtondur. Bizdən isə F1-in F2-yə nisbətini istəyir. F1-in yerinə 5 qoyuruq, F2-nin yerinə 15. İxtisar edirik, qalır 1 bölünsün 3. Cavab B variantı. 4-cü sual. Həsən şəkildəki trayektoriya boyunca hərəkət edərək başlanğıc nöqtədən son nöqtəyə gəlir. Həsənin getdiyi yolun yerdəyişməyə nisbətini hesablayın. Bizə hər bir damanın ölçüsünü 10 sm verir. Həsənin getdiyi yolu tapaq görək neçə damadır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 12, 13, 14, 15, 16, 17, 18 bölgü. Həsən yol gedib. Onda yazırıq L bərabərdir 18. Bir bölgüdə 10 sm olduğuna görə 18-i vururuq ona 180 sm. İndi Həsənin yer dəyişməsini tapaq. Yer dəyişmə hərəkətin başlanğıc və son nöqtələrini birləşdirən vektordur. Burada bir düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucağın aşağı hissəsi 8 bölgüdür. Burayıdır 80 sm. Şaquli vəziyyətdə olan hissəsi isə 6 damadır. Buradadır 60 sm. Onda biz Pifaqor teoremindən istifadə edirik. S bərabərdir. Kök altda 80-in kvadratı. Üstə gələk 60-ın kvadratı. 6400-ün üstünə 3600 gəlirik. Bərabərdir. Bu da bizə verəcək 10.000-i. 10.000-dən də kök çıxır 100 sm. Bizə şərtdə deyirdi ki, yolu bölün yer dəyişməyə, yəni nisbət tapın. 180-i bölürük 100-ə. 1,8. Cavabımız olacaq D variantı. 5-ci sual. Arif və Leyla K nöqtəsindən verilmiş trayektoriya boyunca hərəkətə başlayır. Hər ikisi K nöqtəsindən hərəkətə başlayır. Arif K nöqtəsinə geri dönən zaman Leyla L nöqtəsinə çatır. Bölgülərin bərabər olduğunu bilərək hansı ifadə doğrudur? Birinci deyir, Arifin yer dəyişməsi 0-dır. Arif K nöqtəsindən hərəkətə başlayıb, yenidən qayıdıb K nöqtəsinə. Başlanğıc və son nöqtələr üst-üstə düşdüyünə görə yer dəyişməmiz 0-dır. Arif və Leyla eyni uzunluqda yol getmişdir. Baxaq görək Leyla neçə bölgü yol gedib? 1, 2, 3, 4, 5, 6, 7, 8. Leyla 8 bölgü yol gedib. İndi Arifə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Arif də 8 bölgü gedib. Demək ki, bərabərdir yolları. Leylanın yer dəyişməsi 4 bölgü olmuşdur. Leyla başlanğıcda K nöqtəsində olub, sonda L nöqtəsində olub. K ilə L-i birləşdiririk. Baxırıq ki, 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. Demək, bu ifadə də doğrudur. Cavab olacaq A variantı. Növbəti sual. Şəkildə 3 cismin yol zaman qrafiki verilmişdir. Bu cisimlərin sürətləri arasındakı münasibəti təyin edim. Bu K cismidir. K cisminin sürətini tapaq. Baxın. 2 saniyəyə 12 metr yol gedib. Bizdə S bölünsün T düsturundan 12-ni bölürük 2-yə. Tapırıq 6 metr bölünsün saniyə. İndi L cisminə baxaq. L cismi 4 saniyədə 8 metr yol gedib. L-in sürətini tapmaq üçün 8-i bölürük 4-ə. 2 metr bölünsün saniyə. İndi M cismini tapaq. M cismi 5 saniyədə 5 metr yol gedib. V-in bərabərdir 5 bölünsün 5. Bu da 1 metr bölünsün saniyə. Buradan görürük ki, K L-dən böyükdür, L də M-dən böyükdür. Cavab olacaq A variantı.
7-ci sual. Başlanğıc anda şəkildəki kimi paralel hərəkətdə olan avtomobillərin T anında uc nöqtələri eyni nöqtədə olur. Gəlin bura bir xətt çəkək və hamısının uc nöqtəsini burada bu mavi xəttin üzərində dayandıracağıq. Başlanğıc anda, yəni T bərabərdir 0 anında X, Y, Z maşınları bu vəziyyətdədir. İndi X avtomobili gəlir bu vəziyyətdə. Ucu dayanır bura. Sonra Y avtomobili bu vəziyyətdə dayanır. Və nəhayət üçüncü Z avtomobili də biraz o daha uzundur. O da bu vəziyyətdə dayanır. İndi biz onların getdiyi yolları tapmaq üçün hər üçünün uc nöqtələrinə baxacağıq. Başlanğıcda uc nöqtə X avtomobili üçün buradadır. Sonda isə buradadır. Deməli, getdiyi yol baxın bu qədərdir. Başlanğıcda Y avtomobilin ön uc nöqtəsini götürürəm. Sonda da yenə ön uc nöqtəsini götürürəm. Bu nöqtələr arasındakı məsafə X-a nisbətən daha çoxdur. Z avtomobilinin başlanğıc anda uc nöqtəsi buradadır. Son anda isə uc nöqtəsi buradadır. Onun da getdiyi yol baxın bu qədərdir. Hər üçü bu vəziyyətə gəlmək üçün T qədər zaman sərf edib. İndi biz sürəti yazırıq. Sürət nəyə bərabərdir? Gedilən yol bölünsün zamandır. Əgər hər üçü eyni zamanı sərf edibsə, o zaman sürət yolla düz mütənasibdir. Yəni, kimin sürəti çoxdursa, o da daha çox yol getmiş olacaq. Şəkildən görürsünüz ki, ən çox yol gedən kimdir? Y avtomobilidir. Y-dən sonra X avtomobilidir. Ən az yol gedən isə Z avtomobilidir. O zaman bizim cavabımız olacaq A variantı. 8-ci sual. Avtobus 40 saniyədə sabit 8 metr saniyə sürətlə, sonraki 50 saniyədə sabit 6 metr saniyə sürətlə hərəkət edir. Bu hərəkət müddətində avtobusun ümumi yolunu hesablayın. Yazaq. T1 bərabərdir 40 saniyə. 40 saniyə müddətində sürəti olub 8 metr bölünsün saniyə. Getdiyi yolu tapaq. V1-i vuraq T1-ə. 40-ı vuraq 8-ə. 320 metr. Sonraki 50 saniyədə T2 bərabərdir 50 saniyə. Sürəti olub 6 metr bölünsün saniyə. Buradan L2-ni tapaq. 50-ni vuraq 6-ya. Bu da bizə versin 300 metr. Cəmi nə qədər yol gedib? 320 üstə gəlinsin 300 bərabərdir 620 metr. Cavabımız olacaq D variantı. Şəkildəki kimi sabit sürətlə hərəkət edən X, Y, Z avtomobilləri tunelə daxil olub, arxa ucları tuneldən eyni anda çıxır. Buna əsasən hansı ifadə tamamilə doğrudur? Hər üç avtomobil tuneldən eyni anda çıxmalıdır. İndi mən bunu lövhədə daha aydın şəkildə çəkmişəm. Burada yer bağlaca olduğu üçün. Tamamilə doğrudur sözünə xüsusi diqqət yetirin. Birinci bizə deyir ki, X avtomobili Y avtomobilindən daha uzundur. İkincidə deyir Z avtomobilinin uzunluğu Y-dən böyükdür. Üçüncüdə deyir Z avtomobilinin uzunluğu Y-ə bərabərdir. Biz burada X avtomobilinin uzunluğuna LX deyək. Y avtomobilinin uzunluğuna LY deyək. Z avtomobilinin uzunluğuna isə LZ deyək. İlk öncə onların hər birinin getdiyi yolu tapaq. Yəni, tuneli tamamilə tərk edərkən onlar nə qədər yol getmişdir. Birinci başlayırıq X avtomobilindən. X avtomobilinin hərəkətə başlayanda uc nöqtəsi buradadır. Tunellə arasında müəyyən bir X məsafəsi var. Tuneli tamamilə tərk edərkən X avtomobilinin ön ucu buradadır. Biz o zaman onun getdiyi yolu tapmaq üçün baxın bu məsafəni tapmalıyıq. Yazırıq. L,
X avtomobili üçün. İlk növbədə tunellə avtomobilin arasında olan X məsafəsi, üstə gələk tunelin uzunluğu, üstə gələk X avtomobilinin uzunluğu. Yəni buradan bura qədər olan məsafə. İndi Y avtomobilinin getdiyi yolu tapaq. Y avtomobili başlanğıc hərəkət başlayanda ucu nöqtəsi burada idi. İndi isə buradadır. Getdiyi yolu tapmaq üçün uc nöqtələri birləşdiririk. Onda Y avtomobilinin getdiyi yol bərabər olacaq. L bərabərdir. Tunelin uzunluğu üstə gələk Y avtomobilinin uzunluğu. İndi Z avtomobili üçün yazırıq. Z avtomobili tərsinə girir. Z avtomobili başlanğıc anda uc nöqtəsi buradadır. Hərəkət bitdikdə, yəni tuneli tamamilə tərk etdikdə isə buradadır. Bu iki nöqtəni birləşdirək. Deməli, Z avtomobilinin getdiyi yol bu qədərdir. O zaman yazırıq ki, L bərabərdir. Tunelin uzunluğu üstə gələk Z avtomobilinin uzunluğu. Hər üç avtomobil T qədər zaman sərf edib. Birinci avtomobilin sürəti 2V-dir. 2V-ni vuracağıq T-yə. İkinci avtomobilin sürəti, yəni Y avtomobilinin sürəti V-dir. V-ni vuracağıq T-yə. Üçüncü avtomobilin sürəti isə 2V-dir. 2V-ni vuracağıq T-yə. Birinci bizə deyir ki, LX böyükdür LY-dən. Bu ifadənin hər iki tərəfini vururam 2-yə. Nə alırıq o zaman? Alırıq ki, 2VT bərabərdir 2L tunel üstə gələk 2LY. Yuxarıda da görürük ki, bu ifadəni yazıram. 2V vurulsun T bərabərdir X üstə gələk L tunel üstə gələk LX. Bu ifadələri bir-birinə bərabərləşdirsək, nə alarıq? Alarıq ki, X üstə gəlinsin L tunel, üstə gəlinsin LX bərabərdir 2L tunel, üstə gəlinsin 2LY. Buradan L tunellərdən birini o birindən çıxaq. L tuneli keçirdək sağ tərəfə. Alarıq X üstə gəlinsin LX bərabərdir 2LY üstə gəlinsin L tunel. Biz burada X məsafəsi olmasaydı, deyərdik ki, LX LY-dən böyükdür. Çünki LY-i 2-yə vurmuşuq, üstünə də hələ bir L tuneli gəlmişik. Amma biz burada X məsafəsini dəqiq bilmirik axı nə qədərdir. Bizdən isə şərtdə deyir ki, tamamilə doğru olsun. Bizim bu fikrimiz tamamilə doğru deyil. Yəni birinci ifadə yanlışdır. Keçək ikinciyə. Z avtomobilinin uzunluğu Y-dən böyükdür. İkinci ifadəni 2-yə vurmuşduq. İndi üçüncü ifadə də 2VT-dir. Bunu da 2-yə vurmuşuq. Baxın, bu da 2VT-dir. İkinci ifadə ilə üçüncü ifadəni bir-birinə bərabərləşdirəm. Yəni bu ifadə ilə bu ifadəni bir-birinə bərabərləşdirirəm. Alıram ki, 2L tunel üstə gələk 2LY bərabərdir L tunel üstə gəlinsin LZ. Buradan L tuneli keçirdirəm sol tərəfə, yəni çıxıram. Olur L tunel üstə gəlinsin 2LY bərabərdir LZ-də. Deməli, Z avtomobilinin uzunluğunu tapanda Y avtomobilini 2-yə vurmuşuq. Hələ bir üstünə L tuneli də gəlmişik. Buradan alırıq ki, Z avtomobilinin uzunluğu həqiqətən də Y avtomobilinin uzunluğundan böyükdür. İndi keçək üçüncüyə. Z avtomobilinin uzunluğu Y-ə bərabərdir. Bərabər deyil. İndicə tapdıq ki, böyükdür. O zaman bizim doğru cavabımız olacaq yalnız 2. Yalnız 2 cavabı da hardadır? B variantındadır. Keçək növbəti suala. Başlanğıc anda şəkildəki kimi vəziyyətdə olan minik avtomobilinin sürəti 20 metr saniyədir. Yük avtomobilinin sürəti 5 metr saniyədir. Sabit sürətlə hərəkət edən minik avtomobili və yük avtomobili 6 saniyə sonra tuneli tam keçərsə, yük avtomobilinin uzunluğunu hesablayın. Deməli, minik avtomobili tuneli tamamilə keçir, gəlir bu vəziyyətə, sürəti də 20 metr bölünsün saniyədir. Yenə də eyni qayda ilə
Buradan minik avtomobilin uc nöqtəsini götürürük. Buradan da minik avtomobilin uc nöqtəsini götürürük. Bu uc nöqtələri bir-biri ilə birləşdiririk. O zaman minik avtomobilinin getdiyi yol, baxın bu 95 metr məsafə, üstə gələk tunelin uzunluğu, buna bir x deyək. Bir də üstə gələk minik avtomobilinin öz uzunluğu, bunu da şərtdə bizə verib 5 metr. Onda minik avtomobilinin getdiyi yol nə qədər olur? Yazaq bura minik avtomobili olur 95 metr. Üstə gələk x, üstə gələk 5. Yəni x üstə gəlinsin 100 metr yol getmiş olur. Və bu yolu da 6 saniyə gedir. Sürəti də 20-dir. 20 metr bölünsün saniyədir. Biz yolu tapanda nə edirik? Sürəti vururuq zamana. Yolumuz nədir? X plus 100-dür. Bərabərdir. Sürətimiz 20-dir. Zamanımız da 6-dır. 20-ni 6-ya vurduq 120. Buradan tapırıq ki, x bərabərdir 20 metrdir. Yəni tunelimizin uzunluğu 20 metrdir. İndi keçək yük avtomobilinə. Yük avtomobili tuneli tamamilə tərk etmək üçün baxın gəlir bu vəziyyətə düşür. Hərəkət başlayanda yük avtomobilinin önücü buradadır. Hərəkət bitəndə yük avtomobilinin önücü buradadır. Yenə də biz bu önücləri birləşdiririk. Görürük ki, yük avtomobili nə qədər yol gedib? Bir öz uzunluğu qədər yol gedib. Öz uzunluğunu bilmirik. Nə qədərdir? Y qədər. Bir də tunelin uzunluğu qədər yol gedib. Yəni 20 metr yol gedib və sürəti də 5 metr saniyədir. Və o da 6 saniyə zaman sərf edib tuneli tamamilə keçmək üçün. Onu da buradan yazaq. Y avtomobilinin getdiyi yol, daha doğrusu yük avtomobilinin getdiyi yol olacaq Y, üstə gəlinsin 20. O da bərabərdir. Sürəti 5-dir və 6 saniyə zaman sərf edib. Buradan alırıq ki, Y-in uzunluğu 30 çıxılsın 20 bərabərdir 10 metrdir. Yəni yük avtomobilinin uzunluğu olacaq 10 metr. 11. Şəkildə müxtəlif formalı qablar var. Hansı qabı su ilə tamamilə doldursaq, suyun kütləsi ən böyük olar. Kütlə düsturumuz M bərabərdir, rho vurulsun V'dir. Hər üçündə su olduğu üçün suyun sıxlığı da 1000-dir. O da həcmdən asılı olmadığına görə sıxlıq nə həcmdən, nə də kütlədən asılı deyil. Ona görə biz burada yalnız nəyə baxacağıq? Onların həcminə baxacağıq. Kimin həcmi daha çoxdursa, onun da kütləsi daha böyük olacaq. Birinci gördüyümüz qab kürə formasındadır. Yazaq bura kürə. Kürənin həcm düsturu V bərabərdir 3-də 4 pi radiusun kubuna. İndi radiusu burada bizə A verib. Ona görə A kubu yazıram. Pi'nin də qiymətini 3 verib. Gətirik qoyuruq yerinə uşaqlar. 3-də 4 vurulsun 3. Vurulsun A kubu. 3 ilə 3 ixtisar gedir. Bərabər olur 4 A kubuna. İkinci düzbucaqlı prizmadır. Prizmanın həcmini tapanda onun eni, uzunu, hündürlüyünü vururuq bir-birinə. Hətta bu kubdur. Bütün tilləri bir-birinə bərabərdir. A vurulsun A. Vurulsun A. O da bərabərdir A kubuna. Buraya yazaq kub. Prizma olsaydı müxtəlif olardı tərəfləri. Üçüncü isə Z qabı düzbucaqlı bəli prizma şəklindədir. Onun da həcmini tapmaq üçün A bölək 2 vurulsun 3A bölək 2 vurulsun A-ya. Bu da bizə verəcək 4-də 3 A-nın kubu. Yəni 0,75 A kubu. Gördüyünüz kimi ən böyük həcm kimdədir? Kürədədir. Ona görə kimin həcmi daha böyük olacaqsa, o da daha çox su tutacaq. Yəni oradakı suyun kütləsi daha çox olacaq. Onda cavabımız olacaq A variantı. Motoskeletçi A, B, C, D, Y, F, K trayektoriyası boyunca A nöqtəsindən K nöqtəsinə 4 dəqiqəyə gəlir. Onun getdiyi yola görə orta sürətini hesablayın. Onun getdiyi yolu tapaq. Deməli, A-dan B-yə gəlib 200 metr
Üstə gələk. B-dən C-yə gəlib 1600 metr. C-dən D-yə yenə də 200 metr gəlib. İndi görək D-dən F-ə qədər nə qədər yol gəlib. Çevrənin uzunluğu 2 pi-dir. Bu isə gördüyünüz kimi çevrə deyil, yarım çevrədir. Yəni yarım çevrə nə deməkdir? 2 pi-rin yarısı. Yəni pi-r. Pi-nin qiymətini şərtdə bizə 3 verib, radiusu da 40 verib. 120. Üstə gələk. 120. Bura qədər 120. F-dən də K-ya gəlib. Bu da bizə verir 100-ü. Tapaq 1800. 1800-ün üstünə 200. 2000. 2220 metr. Bu bizim yolumuzdur. Buna da sərf edib 4 dəqiqə. Zamanımız 4 dəqiqədir. Uşaqlar, beynəlxalq vahidlər sistemində zamanın vahidi saniyədir. Ona görə məsələnin şərtində bizə sistemdən kənar vahid veriləndə biz onu mütləq sistemdəki vahidə çevirməliyik. 4-ü vurduq 60-a. Çünki 1 dəqiqəmiz 60 saniyədir. İndi yola görə orta sürəti tapanda gedilən yolu bölürük zamana. 2220-ni böləcəyik 240-a. Buradan sıfırlar ixtisar olur. 2-yə ixtisar apara bilərik. 111-i bölərik 12-yə. Gəlin burada 111-i bölək 12-yə görə neçə alırıq? 9, 9 2 18, 108. Burada qalır 3. 30-u 12-yə böləndə 2, çıxırıq 24-ü, qalır 6. Bir dənə də 0 gətiririk. 60-ı da 12-yə böləndə 25. 9 tam %25 olacaqdır. Növbəti sualımız. İçərisinə 100 sm kub su olan menzurkaya ölçüləri verilmiş kubu daxil etsək, qabdakı suyun həcmi nə qədər olar? Deməli, uşaqlar, bizə kubun tərəflərin R verib. Buradakı R sizi çaşdırmasın. Hərf olaraq verilib sadəcə. Kubun həcmini tapanda onun 3 tərəfini, yəni enli, uzunluğu, hündürlüyünü vuracağıq bir-birinə. 3 vurulsun 3, vurulsun 3. Olacaq 27 santimetrin kubu. Qabın da içərisində 100 santimetr kub su var. Üzərinə də bir 27 santimetr kub gələcəyik. Yəni bu kubu götürüb atacağıq buradakı suyun içərisinə. Olacaq 127 santimetrin kubu. Qrafikdən istifadə edərək K və L maddələrinin sıxlıqları fərqini hesablayın. Onların sıxlıqlarını tapacağıq, sonra bir-birindən çıxacağıq. Deməli, K cismi. K cisminin kütləsi 20-dir. Qram. 20 qrama uyğun həcmimiz isə 10-dur. 10 santimetr kub. Bura qeyd edək K. Onda sıxlığını tapanda 20-ni böləcəyik 10-a. Alacağıq 2 qram bölünsün santimetrin kubu. İndi digərini tapaq. L cismini. L cisminin həcmi 20-dir. 20-yə uyğun kütlə də elə 20-dir. Yazaq bura L. M-i 20-dir. Qram. Həcmi də 20 santimetr kubdur. Sıxlığını tapanda rho bərabərdir. 20-ni böləcəyik 20-yə. Alacağıq 1 qram bölünsün santimetrin kubu. İndi bizə deyir ki, K-la L-in sıxlıqları fərqini tapın. Birin 2 tapmışıq, birin 1 tapmışıq. 2-dən də 1-i çıxacağıq. Qalacaq 1 qram bölünsün santimetrin kubu. Cavab olacaq A variantı. 15. Bir şagird ölçüləri verilən prizma şəklində bir oyun xəmirindən neçə ədəd 1 cm radiuslu kürəciklər düzəldə bilər? İlk növbədə biz burada prizmanın həcmini tapırıq. V bərabərdir 4 cm, vurulsun 8 cm, vurulsun 2 cm. Bu da bizə verir 64 cm-in kubu. Prizma üçün tapdıq. İndi kürənin həcmini tapaq. Kürənin radiusunu bizə 1 cm verib. Kürənin həcm düsturu belədir. 3/4 pi r-in
kubu. Yəni 3-də 4 vurulsun. Pi-ni bizə 3 verib. Radiusumuz da 1-dir. 1-in kubu elə 1 eləyir. Edəcək 4 santimetrin kubu. 64-dən neçə 4 düzəltmək olar? 64-ü bölürük 4-ə bərabərdir 16. Sabit temperaturda bir-birinə qarışmayan mayələrin kütlə, həcm, sıxlıq, asılıq qrafikləri şəkildəki kimidir. Bu mayələri silindrik bir qaba tökdükdə hansı vəziyyət alınır? Uşaqlar, burada sıxlıqları müəyyən etməliyik. Kimin sıxlığı kiçikdirsə, o ən üstdə qalacaq. Sıxlığı ən çox olanda ən aşağıda qalacaq. Bu da ağırlıq qüvvəsi səbəbiylədir. Yəni, kimin sıxlığı daha çoxdursa, ona təsir edən ağırlıq qüvvəsi daha böyük olacaq. Kütləsi daha böyük olduğuna görə. Birincinin sıxlığını tapaq. Rho bərabərdir. M-i 20-dir. V-si 10-dur. Tapırıq 2. Buna yazaq K. İkincinin sıxlığını tapaq. Rho L. Verilib. Bunu heç tapmağa ehtiyac yoxdur. Üçüncünün də sıxlığı hətta verilib. Bizə 3-dür. Ən aşağıda olacaq L, çünki sıxlığı daha çoxdur. Daha sonra N, daha sonra K. Cavab olacaq D variantı. 17-ci sual. Uşaq əvvəlcə şimala doğru 120 metr. Sonra şərqə 60 metr. Sonra cənuba x metr gedir. Bilmirik də x nə qədərdir. Təxmini bu qədər çəkək. Onun bu ümumi hərəkəti 15 metr saniyə orta sürətlə 20 saniyə tamamlayır. Deməli, orta sürətimiz olub 15 metr bölək saniyə və 20 saniyə zaman sərf edib. Onun getdiyi ümumi yol 120, üstə gələk 60, üstə gələk x-dir. Elimiz bu qədərdir. L də bərabərdir VT olduğuna görə yazırıq bərabərdir. 15 vurulsun 20. Bu da bizə verir 300-ü. Alırıq 180 üstə gəlsin x bərabərdir 300-ə. X də bərabərdir 120 metr. Cavab olacaq D variantı. Sıxlığı məlum olan kub formalı cismin kütləsini hansı cihazla ölçə bilərik? Kütlə M bərabərdir, rho vurulsun V-dir. Sıxlığı məlumdur və kub formasındadır. Kubun da tərəflərin xəttkeşlə ölçərik. B variantı. Silindrik qab boş olduqda kütləsi M-dir. 4H hündürlükdə su qoyulduqda kütləsi 3M-dir. X cismi suya qoyulduqda su sütunu hündürlüyü 6H-dır. Ümumi kütlə də 5M-dir. Buna əsasən cismin sıxlığını hesablayın. Silindrik qabımız boşdur. Kütləsi M-dir. Burada uşaqlar silindrin həcm düsturundan istifadə edəcəyik. Silindrin həcmini tapmaq üçün onun oturacağının sahəsi silindrin oturacağı dairə formasındadır. Vururuq oradakı hündürlüyə. Məsələn, ikinci bu şəkildə biz oradakı suyun həcmini tapmaq üçün suyun hündürlüyünü, yəni 4H-ı vurmalıyıq nəyə? Onun hündürlüyüdür. Vurmalıyıq oturacağın sahəsinə. Əvvəlcə qabımızın kütləsi M-dir. Daha sonra içərisinə su tökülüb, olub 3M. Demək ki, tökülən suyun kütləsi 2M-dir. Onda yazırıq 2M bərabərdir. Kütlənin düsturu var. M bərabərdir, rho vurulsun V-dir. Suyun sıxlığı vurulsun buradakı suyun həcmi. Yəni, oturacağın sahəsi S, vurulsun suyun hündürlüyü. Suyun da sıxlığı 1-dir. O zaman yazırıq S vurulsun 4H vurulsun 1 da bərabərdir 4SH. İndi içərisinə bir dənə cisim atmışıq. Bu zaman suyun hündürlüyü olub 6H. Deməli, atılan cisim bu suyu neçə H qaldırıb? 4H-dan 6H-a qaldırıbsa, bunu 2H qədər qaldırıb. Yəni, biz bu cismin həcmini tapanda oturacağın sahəsini vuracağıq 2H-a.
Kütlə də 3m idi. İndi kütlə olub 5m. Kütlə 5m olubsa, demək ki, atılan cismin kütləsi nə qədər imiş? 2m imiş. Onda yazırıq ki, 2m bərabərdir. Cismin sıxlığı vurulsun həcminə. Həcmini də nə tapdıq? S vurulsun 2h qədər tapdıq. İndi baxın, 2m həm 4sh-a bərabərdir, həm də 2m bu ifadəyə bərabərdir. O zaman biz bu iki ifadəni bir-birinə bərabərləşdirə bilərik. Onlar 4sh bərabərdir. Rho cisim vurulsun S vurulsun 2h. Buradan h-lar gedər. S-lər də ixtisar olunar. Qalar 2 rho cisim bərabərdir 4-ə. Rho cisim də bərabərdir 2-yə. Cavab olacaq B variantı. 20-ci sual. İdmançı ilk 5 saniyədə 15 metr saniyə sürətlə, sonraki 20 saniyədə 20 metr saniyə sürətlə hərəkət edir. İdmançının orta sürətini hesablayın. Orta sürətin düsturu gedilən ümumi yolu bölməliyik sərf olunan ümumi zamanı. Birinci hissədə T1 zamanında, yəni 5 saniyədə V1 sürətlə gedib, o zaman getdiyi yol olacaq V1 T1. İkinci T2 zamanında, yəni 20 saniyədə V2 sürətlə gedib, o zaman getdiyi yol olacaq, bura L1 yazaq, bura L2 yazaq, V2 T2. O da ümumi yol nə olacaq? V1 T1 üstə gəlsin V2 T2. Ümumi sərf olunan zaman da T1 üstə gəlsin T2. Qiymətləri qoyaq yerinə. 5-i vuracağıq 15-ə. Üzərinə gələcəyik 20-ni vuracağıq 20-yə. Böləcəyik zamanların cəminə. Yəni 5 üstə gəlinsin 20 bərabərdir. 75 üstə gəlinsin 400 bölünsün 25-ə. 475-i də 25-ə böləndə 5-i ixtisar edək. Burada qalsın 5, burada qalsın 95. Bu da bizə verəcək 19 metr bölünsün saniyə. Cavab C variantı. 21. Silindrik şəkilli K, L, M cisimlərinin hündürlükləri və oturacaq sahələri koordinat sistemində şəkildəki kimi verilmişdir. Şəkilə əsasən cisimlərin həcmləri arasındakı münasibəti təyin edir. Bayaq da qeyd etdik ki, silindrin həcmi S vurulsun H düsturu ilə tapılır. K cisminin həcmini tapaq. K cismində S-ə uyğun gəlir 3H. Onda yazırıq S vurulsun 3H bərabərdir 3SH. Burada SH-a V deyək. Onda 3SH olacaq 3V. L cisminin həcmini tapaq. L cismində hündürlük 2H olanda sahədə 4S olub. O zaman yazaq 2S vurulsun 2H. Bu da olacaq 4SH. Buna da 4V deyək. Sonra M cisminin həcmini tapaq. 3S. Ona uyğun gələn hündürlük də H-dır. 3SH. Bu da bərabərdir 3V-yə. Buradan görürük ki, K cisminin həcmi ilə M cisminin həcmi bərabərdir. L isə onlardan böyükdür. Cavab olacaq C. 22-ci sual. Yol zaman qrafikinə əsasən L1-i hesablayın. Bu qrafik düz mütənasib asılılığın qrafikidir. Zaman 4-dən 8-ə gələndə 2 dəfə artıbsa, yolda 36-dan L1-ə qalxanda 2 dəfə artmalıdır. Yəni 72 olmalıdır. Çünki L bərabərdir VT-dir. V də konstantdır. Düz xətli bərabər sürətli hərəkətdir. Boşluqlarda hansı söz olmalıdır? Düz xətli hərəkət edən cisim bərabər zaman intervallarında müxtəlif məsafələr qət edirsə, bu düz xətli dəyişən sürətli hərəkət adlanır. 24-cü sual. Tərəzinin sağ gözündə 20 qramlıq çəki daşı var. Sol gözündə isə qabın 1/3 miqdarda su tökülmüş, bərabər bölgülü çəkisiz qab var. Suyun sıxlığını da 1 verib bizə.
Tərəzi tarazlıqdadır. Su olan qab roz sıxlıqlı maye ilə tam doldurulduqda tərəzinin yenidən tarazlıqda qalması üçün sağ gözə əlavə 24 qram çəki daşı qoyulmalıdır. Buna əsasən əlavə olunan mayenin sıxlığını hesablayın. Biz ilkin tarazlıq şərtini yazaq. Əvvəlcə sağ gözdə qabın 1/3 qədər, yazıram 1/3V maye var. Vuraq suyun sıxlığına. Digər tərəfdə isə 20 qramlıq çəki daşı var. 1/3V suyun sıxlığı da 1-dir, bərabərdir 20-yə. Buradan tapırıq ki, V bərabərdir 60-a. 60 santimetrin kubudur. İndi qabın 1/3 dolubsa, qalıb qabın 2/3. Həmin o 2/2 hissəyə də nə tökəcəyik? Roz sıxlıqlı maye tökəcəyik. Qabın 2/2-sini tapaq birinci. Qabın 2/2 eləyir 40 santimetr kubu. İndi həmin o 40 santimetr kubuna roz sıxlıqlı maye tökürük. Digər tərəzinin gözünə də 24 qram əlavə edirik. Elə bil ki, bura mayeni tökəndə tökdüyümüz mayenin kütləsi nə qədərdirsə bilmirik. Digər tərəfə 24 qram qoyuruqsa, deməli ki, buradakı mayenin kütləsi elə 24 qrama bərabərdir. Bərabər edirik 24-ə. Rho bərabərdir 24 bölünsün 40. Bunu da ixtisar eləyək 4-ə. Burada qalacaq 10, burada qalacaq 4. 6. 0,6. Cavab olacaq B variantı. 25-ci sual. Xəttkeşin xətasını nəzərə alaraq cismin uzunluğunun ən azı neçə santimetr olduğunu müəyyən edin. İlk növbədə biz bir bölgünün qiymətini tapmalıyıq. 2 qonşu götürək. Məsələn, 17-dən 18-i götürək. 18-dən çıxırıq 17 bərabərdir 1 santimetr. Çünki xəttkeşin üzərində santimetr yazılıb. Sonra bir bölgünü tapmaq üçün biz 1 santimetri böləcəyik aradakı xətlərin sayına. Arada 10 xət var. Elədi 0,1 santimetr. Xətanı tapmaq üçün isə bir bölgünü böləcəyik 2 yerə. 0,1 santimetri böləcəyik 2-yə 0,5 santimetr. İndi gəlin bu cismin uzunluğunu müəyyən edək. Cismin uzunluğu başlayır 17-dən. Burada 20,5-dir. 20,5-dən çıxırıq 17-ni. Qaldı 3,5. İndi xətanı da nəzərə alsaq. 3,5 üstə gəl çıx. Xəta 0,5. Bizdən ən çoxu istəsəydi, üzərinə 0,5-i gələcəkdik. Ən azı istədiyinə görə 3,5-dən 0,5-i çıxırıq. Qalır 3,45. Cavab olacaq A variantı.